Gel ana izleyin. Gel. Ve bu üstüne sürme ama yaxşı. Bak yerde sür. Bak xalça sərmişəm bak. Sür burada. Salam ver xalalara Ömer. Ömer bak kamerada salam ver. Ağıllı balım. Tanısan. Güzel balım. Sür yerdə baxın maşınıcı sürsən. Düşürdü cəmində onda. Yaxşı. Buralar sərgəyə salın. Deyəm. Gedə Ömer sən işin yeməklər pişirəmək. Yumurta. Çək əlbi. Ata hanı Ömer? Allah'ın salamı, rəhməti və bərəkəti hər kəsin üzərinə olsun inşallah. Necəsiz mənim əzizlərim? Xoş gəldiniz yeni bir vloguma. İnşallah ki, hər kəs yaxşıdır. Bugün yenə küləkli, yarı günəşli bir gündür. Bismillah deyirik yeni bir günə. Bugün bazar günüdür. İstəyirik harasa çıxardaq uşağı. Axşam da o qədər yorulmuşdum ki, yəqin ki, bundan öncəki vlogu izləyəndə gördünüzdə təmizlik eləmişəm. Hələ görmədiyiniz, yəni çəkmədiyimiz bir qism var ki, əlbəttə hər şey adam çəkə bilmir. Yəni heç nədən çox yorulmuşdum bir sözlə. Bir tərəfdən də video çəkmək, bir tərəfdən də onu montaj eləmək. Vaxtım çox getdi. Bir də ayıldım ki, Ömərin yanında yuxuya getmişəm. Saat 2-nin yarısı uşağı qoymuşam yerinə. Gəldim indi gəldim mətbəxə görürəm ki, bunları belə saxlamışam burada. Bunlar qurudu, təmizlik bezlərim. Çıxartdım gecə ilə ki, külək uçurdar. Çox pis külək vardı, dedim külək uçurdar. Nəysə da dedim halım yoxdur. Bu da mənim bir qüsurum olsun axşamdan qal. Nə böyük qüsur. Bunu indi bunları qatlayıb qoyacağım şkafa. Bir dənə qəşəng çay hazırlayayım. Gəlmişəm qızlar. Çayımı doldurum. Demək olar ki, hər gün çaydanı bu ayrı qupqa ayırmışam. Bunun için yürəm bundan ki, içi onda əzmirəmli qızlar. Kimdə belə demək çaynik varsa bir dənə ayrı qupqa ayırın. Hətta onun yığması görürsünüz ki, su belə bulanır, içindəki su bulanır. Bu da olsun, dəngişi çay dəmliyim. Bu arada bilirəm, hiss eləmişsiniz. 4 kilo arıqlamışam. 4 kilo arıqlamışam, az qalır. Keçən vlogumda dediyim aralıqlı oruç tuturam və aralıqlı oruç mənə çox yaxşı təsir edir. Yəni dinlə əlaqəsi yoxdur aralıqlı orucun. Amma sağlığa çox yaxşı təsir edir, onu deyə bilərəm. Xüsusən də tənbəl və əzgillik olan insanlar üzərində çox yaxşı təsir edir. Mənim canlı tənbəli yoxdur, amma bəzi alırdı ki, əzgillik gəlirdi. O da yeməkdən, şirniyyatdan. Çayımı da atım. İstəyirəm ki, yoldaşıma səs qıqsayacağım gidelim. Belə hava səs qılar, sabran. 4 dənə də yumurta vuracağım, hərəmizə 2 dənə qazoq. Bir dənə onu deyim ki, yoldaşım evdə olan günlər mən səhər yemək yiyirəm yoldaşımla bərabər, amma çörəksiz yiyirəm. Məsələn, bazar günü son yoldaşım evdədirsə, o da nə bilim neçə həftədə bir olur. Mən səhər yeməyi yiyirəm ondan, çünki istəyirəm onunla bərabər bir süfrəni bölüşək. Həmişə bir yerdə olmuyor, bilirsiniz. Yəni, işimlə əlaqədar. Və nə deyəcəkdim? Amma belə başqa günlər, səhər yemək yiyəndə qızlarındakı sual verərsə, aralıqlı orucu necə yiyirsin? Səhər məsəl üçün yedim 8 dənə yumurta, yanında xiyar, pendir falan belə. Günorta 2-3'e qədər artıq günorta yeməyini yiyirəm və 3-dən 4-dən sonra yemək yemirəm. Elə bilək ki, sabah saat
gün ortaya, eğer sabah da artık yoldaşım evde yoksa, artık sabah gün ortaya kadar sanki oruç vuram ve hiç yemirəm. Sadece su içirəm, çay içə bilərəm. Amma çaşmaq lazımdır, qara çay çox içirəm, orada çünki ödəm yaradır. Belə. Amma yoldaşım evdə ümumiyyətcə yoxdursa, bir həftə, 5 gün, 3 gün, 4 gün, hər nə qədər yoxdursa, mən ümumiyyətcə səhər yeməyi yemirəm, su içirəm, adicə saat 11-12 radələrində kofe içirəm, südlü kofe içməyə çalışıram, çünki mən belə kofe içə bilmirəm. Belə içirəm, o da metabolizmanı tezləşdirir və ardı ilə günorta saat hardasa 4-5 üçün yemək yiyirəm, yəni çalışıram ümumiyyətcə 5-də yiyim. Yəni 5-ə qədər oruç tuturam, belə deyim. Bugün 5-dən, elə bir ki 5-də başlayıram yeməyə, 6-ya qədər yiyirəm yeməyimi. Nə varsa evdə, dolma varsa dolma, kotlet varsa kotlet, kartof varsa kartof və yaxud makarondursa 4 qaşıq qədər makaron yiyirəm, dayandırıram. Düyüdürsə 4 qaşıq qədər düyü yiyirəm, yanına bol salat edirəm, yiyirəm, bitdi. Və sabah saat 5-ə qədər sanki oruc oluram və çox da qəşəng sürətlə arıqladır o adamın. İndi də yoldaşımın evdə olan günüdür deyə mən səhər yeməyi yiyəcəm, amma günorta yeməyimi 3-4 radələrində yiyib bitirəcəm. Yəni çatdırsam 2-də yesəm, vəbşi yəni super olar, yəni 2-3 arası bitirsəm, növbəti günə qədər yenə çəkidə azalma görəcəyik. Özdə çəkidə azalma, yəni sudan azalma getmir, yağdan azalma gedir. Çünki insan vücudunda dəyişiklik hiss edir. Bəlkə siz orada məndə çox dəyişiklik hiss eləmirsiniz, çünki mən hicab geyimlərindəyəm və hicab geyimləri ən azı bir razmeni mən böyük götürürəm ki, və yaxud da bol kəsim götürürəm ki, məsəl üçün oturmasın da bədənimə. Mən istəmirəm, amma belə bədənimə dar edib sizə göstərim. Belə, amma üzdən məsəl üçün beyilir. Belə yaxından görən insanlar ötə hiss edir. Sizə də bəlkə bir fikir olar deyə dedim ki, yəni bu aralıq eləyə bilərsiniz. Mən heç eləməmişəm aralıq yalan deyim. Oruç tutmaq başqa şeydir. Məsələn, oruç tutanda əksinə mənim çəkim daha da artır. Çünki axşam vaxtı yeməyin düşür. Yəni axşam vaxtı yeyirsəm və mənim tərəzidə çəkim daima artıb oruç vaxtı. Amma aralıqlı oruç bu başqadır, yəni bunun prinsipi başqadır. Belə, neysə, başda yeməyimiz hazırlamağa. Deməyə qızlar, bayaqlar sizə də demək ki, biraz fərqli eləyəcəm çıxırtmanı. Badımcanı belə fal-fal doğrayırsan, sonra da uzun-uzun və sonra bunları 3 yerə bölürük. İran Azərbaycanlıların hazırladığı bax belə olur. Bizim Bakılılar kubik-kubik doğrayır və sonda üzərinə yumurta vururlar. Amma Cənubi Azərbaycanlılar biraz başqa cür edir. Nə? Aha, yaxşı, gəlirəm. İndi hazırlayayım, inşallah paylaşacağım. Soğanı tuzladım, biraz sarkök, biraz da şeker tozu əlavə edim ki, tez karamelize olsun. İndi cəfərlərə əlavə edəcəm. İşıq da niyə belə eləyib bilmirəm. Belə çox su tutmur, yaxşı nəsə. Eti də qovruldu biraz. Çox öldürməyəcək, biraz öldürür, prosto badımcanla. Əsas aroması çıxsın, sarımsaqla. Sonra badımcanla verirsə pişirlər. Kızlar, yemək pişdi. Yoldaşım çox bəyəndi. Deyir ki, adam doymaqdır, bilmirəm. Hissiyat, doymaq hissiyatdır, gəlmir mənəm. İndi bu qabları yuyum, yığışdırım, qəşəng buraları sərgiyə salım. Nəyən qəşəng çay dəmliyim, çaynikini də yuyub hazırdır. Всё, gəlirəm indi. Tez buraları təmizləyək. Ətrafı yuyum, yığışdırdım kızlar. İndi başlamışam. Kotlet istəyirəm belə hazırlayayım. 3-4-ünü qızardacağım. Diğerlərini qoyacağım buzluğa. Demək olar ki, gündəlik mən mütləq ki, Ömərə kotlet qızardıram. Gündəlik. Yəni elə rahat oluram da. Bilirəm ki, məsəl üçün porsiya bugün ətin yedi. Çünki uşaq hər gün ət yeməlidir. Hörpədir və ondan lazımdır. Ona görə də mən elə edirəm ki, məsəl üçün qiymə, padlivka bunu pişirəndə az gedir qaşıq onun yeməyinə. Amma kotlet pişirəndə, yəni kotlet verəndə, kotletdə yəni çox olur da, yəni çox yeyir onda. Belə çaynikim də qaynadı. Bir də qəşəng kəklikotlu çay da dəmləyim. Dəmləyənə qədər kotletimi belə yoğurum. Burada belə Ömər üçün bir həftəlik belə kotletləri qoydum buzluğa. Həftəlik belə eləyirəm. Biraz özü tutsun, sonra qoyacağım pingvinlərə. Biraz açıq qalsın. Meyvəni də çıxartmışam ki, biraz özünə gəlsin. Ömərə indi banan verəcəm. Bu da Ömərin bugün və sabah olan kotleti. Belə.
Böyle özüm atlıqda qoymuşam ki, qəşəng pişsin. Gündəlik 2 dənə yiyir. İnşallah. Gəldik atamgilə. Ve evden çıxdıq, getdik biz Zolparka. Da orada çəkişir mənim çünki 2 tür Zolpark videosu oldu bu səhifəndə. Zaman bezər deyə. Davay, qapını döy. Döy əvvəl qapını. Mama! Anamı mama deyir. Nene! Nene! Aç qapını. Aha, böyle dur. Nene! Kızlar biz geldik mama gildən. Orada çox çəkiş falan eləmədim, işi çəkmədim çünki papam qəşəng bu arada xan kebab eləmişdi bizim üçün. Sağ olsun, əli qolu var olsun. Qəşəng yedik, içdik, danışdıq, güldük. Hələ 1 saatdə baxdılar Ömərə, yəni oynadı Ömər onlarla. Mən getdim, özümə bir şey aldım, ayaqqabı falan almalıydım, ehtiyacım var idi, çanta almalıydım. İnşallah gələn həftələrdə də vaxt eləyib gedəcəm. Kətan paltarlar istəyirəm alım. Düzdür, hicab mağazalarında var kətan paltarlar qızlar, amma kətan geyimlərin, yəni təmiz kətan deyil də, baxırsan ki 45-50 manata var. Məsəl üçün ad çəkməyəcəm, müəyyən hicab mağazalarında var. Amma özləri də etiraf edilər, soruşdum ki, bu kətan axı parçaya bənzəmir, biraz parıldayır. Adını dedi, nə ilə qarışıq bir parçadır. Tam kətan, təbii kətan deyil. Və istəyir ştap olsun, istəyir kətan olsun 100-120 manat, yəni dəymir ona verməyə. Çünki mən hicabsız olanda da hər il yayda özüm üçün fərqli paltarlar tikdirərdim. Məni tanıyanlar bilir. Ümumiyyətlə ştap parçaları mən çox sevirəm. Qəşəng məsəl üçün paltarlar tikdirərdim özümə. Sadə, düz, məsəl üçün amma sərin materialdan çox münasibə gəlirdi mənə. Çünki dərzim də çox yaxşıdır, maşallah olsun. İndi istəyirəm ki, o hazır hicab mağazalarında satılan istəyir ştapel, istəyir kətan paltara verəcəyim pulu mən 3 dənə geyim çıxarda bilərəm. Ona görə də inşallah gələn həftə vaxt eləyib mamamla gedəcəm dərzi, daha doğrusu parça almağa. Sadə, düz rənglər seçəcəm 2-3 cür ki, yayda rahat geyimlər olsun ki, mən üst-üstə geyimim də isti olmasın. Var məndə mədəni ipəyi, kupra materialdan əbalar falan, amma o əbaları daha çox məsəl üçün harasa gedəndə giyinmək yaxşıdır. Yəni gündəlik biraz narahat olur, xüsusən uşaqla çox narahat olur, adamın əlinə ayağına dolaşır. Amma belə məsələn yoldaşımla tək şəhərə falan çıxanda geyinirəm. Yəni yaxşı olar ki, kətan sadə, düz libaslar düzəltdirim. İnşallah birisi zaten 1 ildir hicaba keçmişəm, ona görə yavaş-yavaş qardirobumu dəyişirəm. İnşallah ki, növbəti həftə gedib o işi həll eləyəcəm. İndi sizə göstərim. Bu arada Ömərin gətirmişəm kremlərinin pijamasını falan, indi onu gətizdirəcəm. Amma sonra bunları sizə göstərim və gedim elə yatım. Demək, bu ağ sadə krasovka istəyirdim, aldım. Çox qəşəng, rahatdır. Endirim idi bu Sarina mağazası, Neftçilərdə LC mağazasının böyründədir. Çox qəşəng böyük bir 2 mərtəbə mağazadır. 25 manata, yox 26 manata endirim idi. 26 manata aldım bunu. Bir də bunu. Bu arada deyərsiniz ki, pakırvanın üstünə qoyub bu kardonları da. Qızlar, indi mən bunu atacağım maşında fırlansın. Öməri yatırdığına qədər bunu atacağım maşında fırlansın. Fikrimdə vardı ki, evi təmizləmişəm. Bir dənə bunu atım yumağa. Ona görə rahat-rahat belə qoymuşam. Yoxsa kravat üstünə heç qoymaram. Belə. Bir də bu ayaqqabını aldım. Bu da endirimdə idi. Qızlar. O qədər yüngüldür ki, heç demərsən ki, endirimdə 15 manat almışam. 15 manata çox qəşəng. Yəni kətan libaslarla çox qəşəng olacaq. Düzdür, zövqlər və o rənglər və nə deyirlər, o şurada tartışılmır, tüklər demiş. Amma nəysə, bəyəndim mən. Əsas da ki, burada belə başqa cür biraz tünd görünür rəngi, amma açıq kremdir. Belə yaxınlaşdırım. Yəni də tam rəngi bilinmir. Qəşəngdir. Yəni burada hələ kobud görünür, amma həyatda incə bir şeydir. Mən zaten kobud ayaqqabılar giyinmirəm. Bir də belə bir çanta aldım. Bunun da rəngi yenə də tam düşmür. Baxın belə çəkim. Telefonda düşür belə tünd yaşıl kimi, amma bu yaşıl deyil. Krem rəngidir. Həqiqətən telefonda fərqli düşür rənglər. Krem rəngidir. Belə həm plaşivoyluq var tərkibi, həm də parçalıq var. Belə bir çantaya ehtiyacım var idi. Böyük bir çanta istəyirdim ki, artıq Öməri hər dəfə, yəni körpə deyil də,
onun çantası ayrı olsun, öz çantam ayrı olsun. Bəzi yerlər var ki, gedəndə sadəcə məsəl üçün su butulkasını falan götürürəm, mənə kifayət eləyir. Hətta bəzi su butulkası da götürmürəm. Yəni, məsəl üçün qısa məsafətdə getdiyim yerdə stəkanla su içir. Amma yenə belə hər ehtimal qarşı məsələn turbuçkalı butulkası var, onu götürürəm. Bir-iki dəyişik paltar götürürəm və öz məsələn kaşlokumdur, bir-iki əşyalarımdır. Yəni mənə belə bir çantaya ehtiyac var idi. Var idi, keçən il almışdım. Yox, keçən ildə deyildi. Ondan qabaqki il almışdım parçalı. 2 cür almışdım. Biri qara, biri də krem rəngi. Onlar artıq xarab olmaq üzrədir. Ona görə onları atacağım getsin. Bunu aldım və digər çantalarımı da inşallah növbəti vloglarda göstərərəm. Balacadır. Çoxsu balaca çantalardır. Yəni uşaq olmadan öncə istifadə eləmişəm, taxımışam, belə yanakı formada falan. Amma uşaq olandan sonra həqiqətən böyük çantaya ehtiyac olur. Belə bu da tam böyük də deyil, belə orta boy bir şeydir. Həm də rəngli libaslarla da yaraşacaq. Çünki krem rəngidir. Bu niyə yaşıl düşür bilmirəm. Nəysə qızlar, belə bunları aldım. Bunu da 30'a deyirdi, 22'ye verdim. 22'ye verdi amma qəşəngdir. Həmin bu Sayanın yanında orada Sunka çanta mağazası var. Həmişə oradan alıram bütün çantalarımı. Qəşəng keyfiyyətli çıxır. Belə vlogu burada bitirirəm qızlar. Sağ olun, salamat qalın. Gedim uşağı yatsıdırım. İnşallah görüşərik. Uşaq da buradadır. Dəyişməmişəm hələ əlini. Belə gecəniz xeyrə qalsın. Növbəti gün növbəti vlogda görüşərik. Hələlik və Ömər qaçdı.